Azərbaycan, odlar yurdum mənim. Sən namusum, qeyrətimsən vətənim. Sən namusum, qeyrətimsən vətənim. Sizi gələcəyimiz olan uşaqlarımızın hüquqlarını qoruyaq adlı tədbirimizdən salamlayaq. Vətənin adını tut uca, qürur ilə söylə vətən. Bu ay uşaq hüquqlarının müdafiəsi aylığıdır. Bu aylıq çərçivəsində biz də istədik sizi ilə görüşək. Bu bizim gül balalarımızla, qəşəng balalarımızla bir görüş təşkil edək. Bildiyimiz kimi burada bizim xüsusi məktəbə xüsusi diqqət var. Həmişə Heydər Əliyev Fondunun prezidenti, Respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi diqqət göstərir bu qayğıya ehtiyacı olan uşaqlarımıza. Eşqi ilə sən yanacaqsan hər bir zaman. Azərbaycan, Azərbaycan. En büyük tükenmeye serhatin vardır. Sine üstü aslanlığı cendalardır. Yağırdı səssizcə torpağın üstə. Bir millət ayağa qalxdı bir anda. Azadlıq deyildi. Yaşasın Azərbaycan. Dünya son haqsızlığa susmayan tək komandansan. Dəmir yumruq səsi gəldi biz igidlər diyarından. Mən doğullar məskəninin, mən doğulu sərkəndəsisən. Heydər oğlu ilhamımız, milli ruhun müjdəsisən. Bircə əllinlə azaddır Qarabağın hər güşəsi. Azadlıq uğrunda gedən qanlara qan qarışır. Bütün dünya seyr edərək xalqlı savaşdan danışır. Qəhrəmanlıq sərgiləyən igidlərlə bir oldun sən. Bayrağına sadiq olan cənab Ali Başkomandan. Vətənə layiq olsaq var olar. Çünki biz bu vətənin adıyıq.